Batillə mübarizə aparmağı elə bizi ilk olaraq dini vəzifəmizdir, insani vəzifəmizdir. Baxın, elə İslam dinində ilk kəlmə ki, insanı təvhid əhlindən eləyir, la ilahə illallah. Bu kəlmə bizə deyirsən batillə mübarizə aparmalısan. Necə? Deyir ki, la ilahə illallah, varlığı tək olan Allahı qəbul edirəm, digər iləhləri qəbul eləmirəm, inkar edirəm. Yəni Allahdan başqa Allah yoxdur, mənası budur. Sən bir halda ki təvhidi qəbul eləyirsən, təvhiddən qeyrisini sən inkar eləyirsən. Yəni ilahi vilayəti qəbul eləyirsən. Qeyri ilahi vilayətin, küfrü vilayəti inkar eləyirsən. Bu nə deməkdir? Bu elə mübarizənin özüdür. Yəni sən haqqı qəbul eləyirsən, batillə mübarizə aparırsan. Qəbul etməmək, yəni mən səni qəbul etmirəm, yəni sənə birlə mübarizə aparıram. Küfr vilayətin biz qəbul etmirik. Təvhid inancı budur ki, şirki qəbul etməsin. Düzdür? Küfrün vilayəti şirkdir. Biz bunu qəbul etmirik.